Magistral yol oradadır. Oradadır. Və təntənəli sürətdə sizin gördüyünüz işin. Ləyc bağlarında Sibrizlə üzbəyüz Kupçalı 18 sot torpaq sahəsinin içində 3 ev təqdim eləyəcəyik sizə. Salam dəyərli izləyicilər. Təzə magistral yoldan, Sibriz yolu kimi tanınan bir yoldan cəmi 100 metr içəridə 18 sot torpaq sahəsinin içində 3 bir-birinə bənzər ev tikilib, hansı ki bir-birlərindən ayrı deyil, hasarlanmayıb. Yəni bir ailə üçün, 3 qardaş və yaxud da böyük bir ailə, ata və 2 oğul. Belə bir həyətdir, səliqəli, hasarlanmış, giriş darvazası jalüzdür. Hal-hazırda evlərdə təmir işləri gedir deyə evlərin, belə deyək, mebelləri çıxarılıb. Bunlar təbii ki, köhnəlmişlər, sıradan çıxmışlar, yenilənəcək. Evlər hamısı sıfırdan təmir olunacaq. Ən yüksək səviyyədə təqdim olunacaq alıcıya. Yəni ki, bizim indi sizə göstərəcəyimiz halda olmayacaq alqı-satqı. Yəni gəlsəz, bu evi bəyənsəz, beh qoysaz, buranı tam hazır eləyəcəklər. Onsuz da gedir təmir işləri bir ayda yekunlaşmalıdır. Yəni bu video sizin qarşınıza bir aydan sonra çıxsa artıq tam təmir olunmuş halda olacaq ki, biz yenidən gəlib burada çəkiliş eləyəcəyik, bizdən əlaqə saxlayacaqsınız, biz sizə yeni çəkilişi göndərəcəyik. İndi isə sizi evlərlə tanış eləyib bir şey nəzərinizə çatdırım ki, həyəti göstərəcəyik sizə. Hər evin qarşısında özünə aid ayrıca hovuzu, söhbətgah üçün yeri, əlavə olaraq bir dənə ümumi uşaq meydançası ki, onu buradan göstərək, bir də ora keçməliyik. Bura söhbətgah üçün yerdir, bura hovuzdur, bunların hamısını onsuz da özünüz görürsünüz. Evlər gördüyünüz kimi taxta evlərdir. Hamısı restavrasiya olunacaq, tam təmir olunacaq, ondan sonra alıcıya təqdim olunacaq. Buranı uşaq meydançası kimi nəzərdə tutublar. Düzdür, elə belə deyək, oyun meydançası üçün avadanlıqlar quraşdırılmayıb. Bunda artıq alıcı tərəf özü istəsə gələcəkdə ki, oranı uşaq meydançası etməyə də bilər. Söhbətgah yeridir. Davam eləyək, elə bura gəlmişkən sizi ilk evlə də tanış eləyək. Daxil oluruq, kiçik bir zal, sanitar qovşaq və hamam. Bura mətbəx hissəsidir. Bir daha təkrar edirəm, hal-hazırda təmir işləri getdiyi üçün belə bir səliqəsiz vəziyyət var. Amma təmir yekunlaşan kimi buranı tanımaq olmayacaq. Və qalxırıq ikinci mərtəbəyə. 2 yataq otağı. Və belə bir kiçik otaq. Buranı əsas yataq otağı eləyib, digərlərini uşaq otağı eləmək olar. Buranın da özünün ayrıca sanitar qovşaq və hamam otağı da var. Burada videonu dayandırırıq və yenidən növbəti evdə video davam eləyəcək. Videonu söndürməyin, sona qədər baxın. Davam edirik təqdimatımıza. Növbəti evlə. Burada gördüyünüz kimi hovuz. Bir məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm, göstərmək istəyirəm. Evlərin heç biri hasarla bitişik deyil. Hər evin özünün ayrıca kombi sistemi var. Və İki tərəfdən girişi var. Bura kiçik bir dəhlizdir. Təbii ki, bura təmirdən sonra bağlanacaq. Burada layihə fərqlidir. Burada zal studiyadır və belə hündür tavan. Böyük bir zal. Bura isə mətbəx hissəsi. Və buradan da
ikinci mərtəbəyə qalxırıq. Digər evdən fərqli olaraq burada 2 yataq otağıdır. Bura böyük yataq otağı və kiçik yataq otağı. Eləcə də ikinci mərtəbənin ayrı sanitar qovşaq və hamam otağı. Belə, dəyərli izləyicilər, biz yenidən videonu dayandırırıq və təqdimatımıza növbəti evdən davam edəcəyik. Və sonuncu, üçüncü evi təqdim edirik. Təqdimatımızı da yekunlaşdırırıq. Burada bir söhbətgah daha, qazon və hovuz. Ümumiyyətlə həyətdə yəni yol cığırlardan savayı heç yerə daş tamet döşənməyib, hər yer qazondur və bu təbii qazondur, sünni deyil. O özü də ayrıca bir gözəllik qatır həyətə. Burada da həmçinin gördüyünüz kimi mətbəx studiya tiplidir, içəri daxil olan kimi bura mətbəx hissəsidir və belə böyük bir zal qarşılayır bizi. Bu evin sahəsi digərlərindən fərqli olaraq daha böyükdür. Evin digər çıxışıdır. Orada bir daha təkrar edirəm. Uşaq meydançası eləyə bilərsiniz və ya da istəsəz barbekü zonu eləyə bilərsiniz, manqalxana hazırlaya bilərsiniz. İstəyə uyğun oranı layihələndirə bilərsiniz. Hal-hazırda təmir işləri ilə bağlı, yəni işıq yoxdur. Belə bir kiçik bir otaqdır. Buranı saxlanıc otağı kimi də istifadə eləmək olar. Yəni, buranın məsələn pəncərəsi yoxdur. Burada elə yəqin ki, əvvəlcədən saxlanıc otağı kimi istifadə olunub. Görüntülər qaranlıq olduğu üçün üzrlü sayın. Biz buranı mütləq şəkildə hazır olandan sonra bir təqdimatını daha çəkəcəyik və montajda təbii ki, müqayisə də eləyəcəyik. Bu evin də ikinci mərtəbəsini göstərərək təqdimatımızı yekunlaşdıraq. Böyük bir hol, yəni buranı istirahət zonası kimi istifadə eləmək olar və yataq otaqlarıdır ki, onlarla da bir sizin də operatorımız tanış eləyəcək. Buradan bir dənə magistral yola nə qədər yaxın olduğunu da göstərək izləyicilərimizə. Magistral yol oradadır, oradadır. Və təntənəli sürətdə sizin gördüyünüz işin. Belə dəyərli izləyicilər, təqdimatımızı yekunlaşdırdıq. Bir daha təkrar edirəm. Ləhəc bağlarında Sibrizlə üzbəyüz yeni Sibriz yolunun, yəni magistral yolunun 100 metr dərinliyində, yəni dalandan içəri girəndən sonra belə bir 18 sot torpaq sahəsinin içində 3 fərqli layihələndirilmiş taxta evlərdir. Hərəsinin özünün ayrıca hovuzu, 2 evin ayrıca söhbətgahı, ümumi bir dənə uşaq meydançası, yəni ümumi bir meydança da ayrılıb. Orada indiki sahiblər uşaq meydançası nəzərdə tutublar. Siz oranı manqalxana eləyə bilərsiniz, barbekü zonu eləyə bilərsiniz. Evlərlə də sizi tanış elədik. Ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Qiymət haqqında məlumat üçün bizə zəng vurun, məlumat alın.
Bu sir deyil, sadəcə olaraq daha real insanlar, daha real maraqlanan insanlara biz məbləği qeyd eləyəcəyik, qiymət münasibdir. Hər kəsə bol şans. Növbəti təqdimatlarda görüşmək ümidi ilə biz yenidən artıq qayıtmışıq. Müraciətləriniz olsa, sizin də belə mülkləriniz, evləriniz, bağ evləriniz varsa, gəlib təmənnasız təqdimatını eləyə bilərik. Sağ olun, salamat qalın.